Salam yoldaş Şabanzadə. Sərhədçilərdən əlavə 14-5 atlan aldı. Patronumuz çoxdur. 6 atımız çatmırdı, onun 4-ünü Xəlil qalxozdan verdi. İkisini də cəmaatdan aldıq. Adamlarla söhbət apardım. Vəziyyətdən xəbərdardırlar. Salam. Ən qoçaq, cəsarətli adamları seçmişik. Siyahı da 95-ə qədər adamımız var. Bugün sizə 20 yanvar faciəsinin acısını ürəyində daşıyan, həmin dəhşətli günlərin sarsıntısına dözməyərək vaxtsız dünyasını dəyişən, unudulmaz aktyor Hamlet Xanızadənin həyat hekayəsindən danışacağıq. Hazırsınızsa, başlayaq. Dəstə hazırdır, əmr gözləyirlər. Əksəriyyəti kommunistdir. Qərar almışıq ki, səhər alaqaranlıqdan çıxar. İşlər dəyişib yoldaş Talıbov. Məktub almışıq. Vəziyyət çətinləşib. Mərkəz silahlı dəstə göndərməyin əleyhinədir. Məsləhət görürlər ki, danışıq aparmaq üçün Qarabağlara adam göndərək. Kərbəlayının yanına? Bəli. Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Atası onun aktyor olmasını istəməsə də, Hamlet uşaqlıq illərindən səhnəyə böyük maraq göstərirdi. Bu sevgisinin ardınca gedən gənc Hamlet 1950-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olur və gələcək həyatını sənətə həsr edir. Azərbaycan teatr və kino sənətində silinməz iz qoyan aktyor illər ərzində bir-birindən maraqlı və yadda qalan obrazlar yaradıb. O, dövrünün ən görkəmli sənətkarları ilə eyni səhnəni bölüşüb, tamaşaçıların sevgisini qazanıb. Hamlet Xanızadə 75-dən çox filmdə çəkilərək Azərbaycan kinosunun ən məhsuldar aktyorlarından birinə çevrilib. Hardan bildim mən, naçəlnikam? Sizləri çox görmüşəm, görən kimi tanıyıram. Abacım, mani olmayın, bunu bura kim bırakır? Kışkırma üstüme birce, arvadın zadın değilim senin. Demişim diyeceğim de. Şimdi de başlamışsın invalidileri fronta. Ay anam, abacım, ne invalid, hansı invalid? Gösterin o invalidi mənə görüm. Sizin qalxoz haqqında olan təsəvvürünüz düz deyil. Hökumətimiz təklif eləyir ki, torpaqları birləşdirək. Hamı birlikdə işləsin. Onun həyatında sevgi hekayəsi də olduqca maraqlı başlayıb. Bir gün yaxın dostu Kamal Xudaverdiyevin evinə qonaq gedən Hamlet, dostunun balkon qonşusu Nailəni görür və ona vurulur. Bu tanışlıq zamanla böyük sevgiyə çevrilir. Cütlük 1971-ci ildə ailə qurur. Onların bu evlilikdən Aygün və Xumar adlı 2 qızı dünyaya gəlir. Lakin aktyorun həyatının ən ağır günləri 1990-cı ilin qanlı yanvar hadisələri ilə başlayır. Yanvarın 19-undan 20-sinə keçən gecə Sovet qoşunlarının Bakıda dinc və silahsız insanlara qarşı törətdiyi qırğın Hamlet Xanızadəni dərindən sarsıdır. O, həmkarı Bürcəli Əsgərovla birlikdə şəhərə gedərək baş verənləri öz gözləri ilə görür. Küçələrdə qarşılaşdıqları dəhşətli mənzərə hər iki sənətkarın yaddaşına silinməz iz salır. Evə qayıtdıqdan sonra Hamlet Xanızadə ailəsinə belə deyir: "Bütün ölkədə matəmdirsə, mənim evimdə də matəmdir." O gündən sonra aktyor yalnız kənardan baxan biri olmur. Şəhid ailələrinin dərdinə şərik çıxır. Yaxınlarını itirən insanlarla birlikdə morqlara gedir. İtkin düşənlərin axtarışlarında iştirak edir. Qanlı yanvarın acısını öz ürəyində yaşayır. Məhz 20 yanvar şəhidlərindən birinin dəfn mərasimində aktyorun halı qəfil pisləşir. O özündən gedir. Sonralar qızı Aygün Xanızadə həmin günləri belə xatırlayır. Evə gətiriləndə huşu özündə deyildi. Çağırırdım, ayılmırdı. Amma əlimi bərk-bərk sıxmışdı. Bu hadisədən sonra Hamlet Xanızadənin səhhəti daha da ağırlaşır. Qanlı yanvarın yaratdığı dərin sarsıntı və yaşadığı ağır stres onun sağlamlığına ciddi təsir göstərir. Nəhayət, 1990-cı il, fevralın 3-də, faciədən cəmi 2 həftə sonra, Hamlet Xanızadə 48 yaşında, beyninə qan sızması nəticəsində dünyasını dəyişir. Heç kəs də silah qoymayıblar. Xudayar adamları Kərbəlayın üstünə qaldırdı, meydini quyudan tapmışdılar.
İndi də qardaşını axtarırlar. Allaha and olsun bəy, yolu kəsiblər, bir adam o tərəfə keçə bilmir. Nə deyəsən, nə danışasan ay bəy? Yox, Abbasqulu bəy. Burada vəziyyət biz gözlədiyimizdən də pismiş. Olan heç danışmana dəyməz. Geriyə qayıdıb silahlı dəstəyə gəlmək lazımdır. Ancaq bu yolla burada qayda qanun yaratmaq olar. Onun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itki oldu. Tamaşaçılar sevdikləri aktyoru itirsələr də, yaratdığı obrazlar və sənət irsi bugün də yaşayır. Ruhu şad olsun. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Yeni videolarda görüşənədək. Hələlik.